Deməli, burada verilib ki, enter the last valid host on the network that the host və bizə IP ünvanı verilib. Biz bunu yazırıq. İlk öncə IPv4 ünvanı 32 bitdən ibarət olduğuna görə 32-dən 29-u çıxırıq. 32-dən 29-u çıxanda bizə verir 3. Bu isə bizim aşağıda yaradacağımız 1-0 kombinasiyaları üçün 29 bizim olur birlərimizin sayı, 3 isə olur sıfırlarımızın sayı və biz bu kombinasiyanı niyə yaradırıq? Çünki bu IP ünvanının subnet maskını tapmaq istəyirik. 3 olur bizim host bitlərimizin sayı, yəni sıfırlarımızın sayı. 29 isə olur birlərimizin sayı. İndi 29 dənə 1, 3 dənə də 0 yazıram. Daha sonra isə 3 dənə 0, 1, 2, 3. İndi bunu 8, 8 ayırıram. Bu 4'ü, bu 4'ü. Daha sonra bu 4'ü, bu da 4'ü. Aha. Bu 4'ü, bu da 4'ü. Şey. Bu da qalan digər hissəsi. Burada bir dəqiqə. 8, 16, 24, 25, 26, 27, 28. Hə, bir dənə 1 yazmamışam. Aha. Yəni bunu biraz belə eləyək. Daha sonra bunu yazandan sonra birlərin tamamı 255, bu birlərin tamamı 255, bu birlərin tamamı 255 və saxlayırıq burada. Bunun cavabı eləyir 248. Əslində bunu tapmağın belə bir yolu da var ki, yəni bu birləri sırf 2 üstülərə vurub hesablamayın da. Bu 1'dir, bu 2'dir, bu da 4'dür. Yəni axırdan sıfırdan rəqəmləyəmdir. 1 üstə gəl, 2 üstə gəl, 4 neçə eləyir? 1'in üstünə 2, 3, 3'ün üstünə 4, 7. 255'dən də 7 çıxanda qalır 248. Aha, bu oldu bizim subnet maskımız. Daha sonra 256'dan çıxırıq 248'i ki, bunun blok ölçüsünü tapaq və tapırıq 8. Blok ölçüsü nə deməkdir? Blok ölçüsü o deməkdir ki, görək burada neçə artım olur. Və biz burada tapdıq ki, artım 8, 8 olur. Yəni 8, 8 artır. Yəni bu da belə olur. Sıfırdan başlayırıq. Sıfırdan baş 0, 8, 16, 24, 32, daha sonra 40, 48, 56, 64, 72, 80, yəni bizə lazımdır 91. 80, daha sonra 88, daha sonra 96. Hə, ucu 96'da dayanırıq. 96'dan sonraki range bizə lazım deyil. Nəyə görə? Çünki bizə 91'in aralığı lazımdır ki, 91 hansı aralıqda yerləşir? 91 də yerləşir 88 ilə 96 aralığında. Bu o deməkdir ki, yəni 88, 91, burada yazırıq 96. Yəni bu 88 ilə burada gördüyünüz 96, hansı ki buradakı 88 ilə 96 olur. Yəni 91'in yerləşdiyi aralıqdır. Bu zaman yazırıq 172. Burada şey qalıb. Aha. 172. 16. Ora qədər olduğu kimi gətiririk. 138 və yazırıq. 88. 88. 88. Bu oldu bunun network'ü. Daha sonra 172, 16, 138 və 96 yazmırıq. 96'dan bir vahid aşağı yazırıq. 95. Bu olur bunun broadcast'ı. Broadcast adresi. Daha sonra biz burada isə first valid'i və last valid'i necə tapırıq? First valid belə olur ki, 172, 16, 138, 89. Burada network'dən bir vahid çox götürürük first valid'i. Last valid'də isə 172, 16, 138, 94. Hə. Last valid'i götürəndə broadcast'dan
broadcastın bu axırıncı rəqəmdən bir vahid aşağı götürürük. İndi çox maraqlıdır buradakı, yəni çox vaxt maraqlı, yəni burada sual belə çıxa bilər ortaya ki, bəs necə olurdu? Biz əvvəlki yazdığımız IP-lərdə network hissəsini quraşdıranda buranı dəyişirdik, bura olurdu 0. Broadcastda da bura olurdu 255. Nətər oldu? Buna 88 yazdıq, buna 95 yazdıq. Bunun səbəbi odur ki, burada dəyişən hissə buradır. Yəni, burada dəyişən hissə buradır. Bizə bura dəyişsəydi, bura yenə 0-a geçsəydi, onda bu hissəni dəyişsəydi, sizin dediyiniz həmin bu 88-95 hissələri, 88 olacaqdı 0, network'a görə normal olaraq, 95 olacaqdı broadcast. Bu 138-lərin də yerinə başqa ədədlər olacaqdı. İndi isə dəyişən hissəmiz bu axırıncı hissələr olduğu üçün network'ümüz onun minimumu, broadcastımızda maksimumu olur. Network'da da olduğu kimi götürürük ədədi, broadcastda dediyim kimi 96-dan bir vahid aşağı götürürük. Və bu bunun olur first value-dir, bu isə olur last value-dir. Və burada bizdə istəyirdi ki, last value və last value 172, 16, 138, 94. Və burada tapdığımız kimi 172, 16, 138, 94.